Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Dərsimiz 6-cı sinifin 10-cu mövzusu olan əl alətlərlə silindrik və kons şəkilli detalların hazırlanmasıdır. Gəlirik əl alətləri, silindrik kons şəkilli detallar necə hazırlanır? En kəsiyi dairə şəklində olan silindrik formalı detallar, en kəsiyi kvadrat formalı tirlərdən alınır. Deməli, burada şəklə baxsınız, şəkil 1-də görürsünüz, sadəcə kvadrat bir tir var. Ondan, yəni həmin tiri götürürlər və onun üzərində müəyyən nişanlanma xətləri, 8-lü, 16-lü, yonma, törpü işləri yerinə yetirməklə artıq istədikləri silindir formanı əldə edə bilirlər. Nədən alınır? Deməli, en kəsiyi dairə şəklində olan silindir formalı detallar, en kəsiyi kvadrat formalı tirlərdən. Kiçik tirin qalınlığı və eni, baxın, qalınlığı və eni D emal payı nəzərə alınmaqla gələcək məmulatın diametrindən 1-2 mm böyük olmalıdır. Kiçik tirdən dəyirmi detal hazırlamamışdan əvvəl onun mişarlanmasını yerinə yetirirlər. Baxın, nə deyir? Deyir, kiçik tirdən dəyirmi detal hazırlamamışdan əvvəl onun nişanlanması yerinə yetirilir. Bunun üçün kiçik tirin başlıqlarında diaqonalların kəsişmə mərkəzi tapılır. Kiçik tirin başlıqlarında, harda? Kiçik tirin başlıqlarında diaqonalların kəsişmə mərkəzi tapılır və pərgarın köməyi ilə radiusu pəstahın diametrinin 0,5 hissəsinə bərabər olan çevrə çəkilir. Sonra müəllimlər, burada var əl alətlərlə silindrik formalı detalların hazırlanma ardıcıllığı. İlk öncə burada mişarlanma deyir. Baxın, burada iki hissə var. Birində deyir ki, kiçik tirdən dəyirmi detal hazırlanmamışdan əvvəl onun nişanlanması. Amma ki, ardıcıllıq kimi versə əgər silindrik formalı detalın hazırlanma ardıcıllığı, burada artıq nişanlanma yox, mişarlanması götürürük. Əgər dəyirmi detal sözünü görürüksə, o zaman nişanlanması götürürük. Yox, sadəcə silindrik formalı detalın hazırlanmasını görürüksə, ardıcıllığın, o zaman başlayırıq mişarlanma. Yəni, taxtadan kvadrat kəsikli kiçik tirin mişarlanması, pəstahın başlıq və tərəflərinin nişanlanması, pəstahın 800-lüsü 2 dəfə artırıq 1600-lüsü, törpü ilə emal, biz bilirik ki, bizim son emalımız, ən sonda yerinə yetirilən emal isə cilalayıcı sumbata kağızı ilə cilalamadır. Sonra hər başlıqda diaqonallar aparılır. 800-lünün tərəflərini diaqonalları paralel və çevrəyə toxunan xətlər çəkməklə nişanlanır və çəkilir. Sonra bucaqlardan B məsafədən resmus və karandaşın köməyi ilə xəttkeş boyu xətlər çəkilir. Burada şəkil 1-də olan belə deyək, formalar haqqında danışır. Yəni artıq silindrik detalın hazırlanmasından söhbət edir. Pəstah verstakın qapağında pazlar və xüsusi tərtibatda prizmada yerləşdirilir. Deməli, deyirik pəstah harda? Pəstah verstakın qapağında pazlar arasında və ya xüsusi tərtibat prizmada yerləşdirilir. 800-lünün tərəfləri nişanlanmış xətlərə qədər rəndə ilə yonulur. Deməli, nə ilə yonuldu? İlk öncə 800-lüdə rəndə ilə yonulur. Silindir formasını daha çox yaxınlaşdırmaq üçün, yəni daha çox ona silindir forma vermək üçün başlıqlarda 1600-lü nişanlanır. Bilirik ki, 800-lüdən sonra neçə gəlir? 1600-lü. Və nişanlama xətləri çəkilir. Nişanlanır, yəni ilk öncə hansı hissələri, belə deyək, oradan 1600-lü çəkiləcək. Sonra artıq nişanlama xətlərinin özü çəkilir və 1600-lünün tərəfləri yenə də yonulur. Demək, burada deməsə də rəndə biz artıq bilirik ki, yonulma deyirsə 800-lüdə də rəndə ilə yonulurdu, 1600-lüdə də rəndə ilə yonulur. Sonrakı emal isə liflərin eninə, baxın buna diqqət yetirin. Necə deyir? Liflərin eninə əvvəlcə, daha doğrusu liflərin eninə əvvəlcə törpü ilə, sonra isə xırda kərtikliyə forması ilə ona daha da yumru forma veririk. Deməli, deyir ki, liflərin eninə əvvəlcə törpü ilə, hansı hissəsinə eninə, nə ilə? Törpü ilə. Bəs sonra isə xırda kərtikli Y-yə formanı yuvarlatmağa, yumurlamağa davam edir. Silindrik sətin son emalı nə oldu? Cilalayıcı sumbata kağızı.
Səthi hamarlaşdırır. Bilirik ki, parlaqlamada istifadə olunur cəlalıcı sumbata kağızlarından. Eyni də burada səthin hamarlanmasında da istifadə olunur. Bu zaman pəstahın bir ucu verstakın sıxacında bərkidilir. Bilirik ki, verstakın sıxacı nə idi? Hər hansı bir məmulatı emal etmək üçün bizə bir köməkçi, belə deyim, sıxacdır. Pəstahı həmin o dodaqların arasında yerləşdirib sıxırıq və məmulatımızı rahatlıqla rəndəliyə, yona, məsəl üçün rəngliyə kəsə bilərik. Həmin o sıxaclar vasitəsilə. Burada da deyir ki, pəstahın bir ucunu verstakın sıxacında bərkidirik və digər ucu cilalayıcı sumbata kağızla örtüb fırladırıq. Daha sonra bəzən pəstahı cilalayıcı sumbata kağızına büküb, bu birinci qayda idi, bu isə ikinci qayda. Deməli, pəstahı cilalayıcı sumbata kağızına büküb sol ələ götürürük. Pəstahı cilalayıcı sumbata kağızına büküb sol ələ götürürük. Sağ əlli isə onu fırladır və fırlanmanın oxu boyu yerini dəyişdirir. Yəni, sanki belə deyim də, tutaq ki, bir detal hazırlamışıq. Elə şəkildə görünən sanki silindir bir formalı detaldır. Bu zaman bilirik ki, sol əl bizim köməkçi əlimizdir də, düz deyil. Sol əldən köməkçi əl kimi istifadə olunur. Sağ əl isə artıq əsas belə deyək də, necə dəstəyi çevirəndə sağ əllə çeviririk. Burada da həmin deyil məmulatı bükürük sumbata kağızına və tuturuq sol əlimizdə. Sanki sağ əlimizlə həmin biz belə deyim də məmulatı çeviririk. Məmulatı çeviririk, o da artıq orada sumbata kağızının içərisində fırlanaraq emal oluna bilər. Sonra detalın diametri əvvəlcə detalın üzərində krompərgarla ölçülür, xəttkeş üzrə hesablanır. Çünki baxsaz şəkildə krompərgarın belə üzərində heç bir ölçü, vahid, heç bir şey yoxdur. Ona görə də həmin detalı ölçdükdən sonra krompərgarla aparıb qoyurlar xəttkeşin üzərinə və onun hansı metrdə, santimetrdə olduğunu müəyyən edirlər. Daha sonra detalın diametrini onu dedim. Sonra nə qaldı burada? Aha, kvadrat şəkilli kiçik tirdən silindrik pəstahın alınması zamanı bütün bu sadalan əməliyyatlar harda göstərilir? Marşrut xəritəsində öz əksini tapmışdır. Deməli, kiçik tirlərdən silindrik pəstahın hazırlanması əməliyyatlar şəklində, yəni bu cədvəl daha çox hansı xəritəyə uyğundur? Daha çox marşrut xəritəsinə uyğundur. Bu xəritədə deyir, hər bir detalın emal ardıcılığı marşrut yolu ilə yazılır. İndi baxaq burada nə xəritəsini verib. Deməli, marşrut xəritəsində bel dəstəyinin hazırlanmasını göstərir və burada həmin bel üçün dəstəyin oduncaqdan, yəni bərk oduncaqdan hazırlanır. Hansı ağacdan? Şam ağacından. Nədir bu bel üçün dəstəkdir? Hansı miqyasdadır? 1-in 10-a miqyasdadır. Deyir ki, işin əməliyyatlarının yerinə yetirmə ardıcılığıdır. Yəni, burada göstərilir rəqəmlər. Deməli, birinci, en kəsik kvadrat olan kiçik tiri seçmək, yəni mişarlamaq. Başlığı en kəsin diaqonallarını nişanlamaq lazımdır. Diametrdə çevrə çəkmək. Bayaq dediklərimiz sanki kitabın əvvəlində danışırdıq ki, hansı ki 0,5 hissəsinə bərabər çevrə çəkirik, nişanlayırıq, sonra həmin nişanlama xətlərini çəkirik. Baxın, onu deyir. Yəni, burada da görürsünüz, marşrut xəritəsi nə idi? Məmulatın belə deyək, icra ardıcıllığını göstərirdi. Burada da bir məmulatdan sonra, bir işdən sonra hansı iş yerinə yetiriləcək, onun sanki xəritəsi verilir. Pəstahın başlığında 800-lü nişanlamaq, 800-lünün tərəflərini çəkmək, pəstahı verstakda bərkidib tilləri 800-lü alana qədər yonmaq, pəstahın başlığında 1600-lü nişanlamaq və tilləri çəkmək, pəstahı verstakda bərkidib tilləri 1600-lü alana qədər yonmaq, detalı silindr forma alana qədər törpü ilə yiyələmək. Deməli, silindr forma alana qədər nə ilə yiyələdik? Törpü ilə, bəs nə ilə yonduq? Rəndə ilə. Sonra silindr formanı alana qədər törpü ilə yiyələdik. Detalın diametrini krompərgar və xəttkeşlə nəzərdə saxlamaq, ehtiyac olanda lazımi ölçüyə qədər emal etmək olar. Detalın başlığında konsun diametrini və uzunluğunu nişanlamaq olar. Detalın başlığında konsun diametrini və uzunluğunu nişanlamaq, sonra konsu rəndə ilə yonmaq, yeyə ilə detalların digər başlıqlarında tiyənin ağzını emal etmək, məmulatı cilalayıcı sumbata kağızla təmizləmək. Yəni, burada sonuncu emal nə oldu? Cilalayıcı
birinci emalı isə həmin bu en kesik kvadrat olan kiçik tiri seçmək, yəni mişarlayıb götürməkdə belə deyək. Və bu formada da davam edir 800-lü, 1600-lü törpü, daha sonra sumbata kağızı emalı isə onun son emalıdır. Yəni bu cədvəlin içərisində mütləq yaxşı-yaxşı baxarsınız. Yəni yadda saxlayın ki, bir-birinin ardınca necə yadda saxlamaq olar. Belə müəllimlər, bu dərs də bu qədərdir. Başqa da bir sualınız olsa dərs zamanı, yəni qaranlıq heç nə qalmayacaq. Aydın formada izah edəcəm. İnşallah ki, yadınızda qalacaq, öyrənəcəksiniz. Sağ olun müəllimlər.